Keçirik Migreluri xaçapurisinə, Migrelski. Xəmiri götürdük 250 qram. Ortasına pendir qoyuruq. Bir də ki, gürcülərin xəngəlini görmüsünüz da, necə bükülür. Bunu eyni qaydada bağlayırıq. Boxça. Boxça deyirsiniz, xəngəl deyirsiniz. Bunu qoyduq bir kənara 2 dəqiqə qalsın. İndi keçirik Acarski xaçapuri. Eyni qaydada doldururuq xaçapurini, amma bunu ağzını bağlama forması biraz fərqlidir. Biraz uzun soğ bağlayırıq. Ama bir başqa yöntəmləri də var. Yəni, ən yüngül yöntəmini göstərirəm sizə. Mənə zəhmət olmasa iti bıçaq ya qayçı. O kəsməz məncə. Qayçı olsa daha yaxşı olar. Yox. List hazırlayın uşaqlar. List hazırlayın. Listə orada hazır yolu. Baxın, bunu belə kəsirik. Gəmi formasına. Kim görüb bunu? Acarski xaçapuri kim yiyib? Eliblər bizdə burada. Pide yoxşuyuz. Hə. Türklərin pidələrinə oxşuyur, düzdür. Mənə list... Satışda neçə satılır? Satışda bilmirəm, mən satmıram. Maya dəyəri nə qədər olur müəllimə? Əslində mayalı xəmirlər çox ucuz başa gəlir. Yəni nə qatdıq ki, buna belə baxanda? Elə böyük bir şey qatmadıq. İzləyicilərimiz evdə hazırlaya bilərlər. Gördüyünüz kimi xəmiri... Xəmiri özümüz Xəmiri əlimizlə yoğurduq. Yəni evdə mümkündür. Sonra evdə nə var qatırıq. Yəni yumurtadır, yağdır. Belə top şəklinə gətiririk. Hə, bu Migrelskidir. Bu top şəklinə gələn Migrelskidir. Gəmi kimi olan Acarskidir. Deyilənə görə belə bir növünü elə gəmiçilər hazırlayıb da. Yəni ki, çoxdan hazırlanır. Köklər 15-ci əsrə dayanır xaçapurinin. 15-ci əsrə? Bəli, bəli. 15-ci əsrdə Kimlər tərəfindən yaranıb? Gürcüstanın milli yeməyidir. 2019-da səhv eləmirəmsə qanunlaşdırılıb Gürcüstanın rus dilində deyim, nasionalni blödosu seçilib. Хорошо. Хорошо.